gördüyünüz Uzaq Sahillərdə filminin həmin o çəkildiyi evdir. Yəni bilirsiniz, həmin epizodda sonuncu epizoddur. Mixail onu Mehdi Hüseynzadəni demək ki burada son olaraq gülləlib öldürürlər. Həmin o son səhnə bax buradadır. Mən özüm belə deyim çox çətinliklə gəldim çatdım bura. Yəni yollar bərbaddır, həddən artıq bərbaddır. Nə zaman siz də sizə gəlib çıxa bilərsiniz bura. Bax belə. Gözəl. İndi istəyirəm evin içində daxil olum. Baxım görüm içində nə var. Orada bir çəkişlər eləyim. Çox dağlı demək olar ki. Baxma yuxarı hissəsi evin içidir. Yəni köhnə evlərdir. Bildiyiniz qədim evlərdir hamısı. Buradan böyük pilləkən olub, pilləkənə qalxıblar yuxarı. Belə. Belə. Bu evin zirzəmisidir. Belə. Belə bir şey deyim. Faktda deyəcəm, sonunda deyəcəm yəqin ki. Bu kənd kimin kəndi olub, burada kimlər yaşayıb ümumiyyətcə tarixən. Baxın burada evin belə deyim arxa hissəsidir. Belə balaca xudmayın bir evdir. Yəni burada həqiqətən baxın, qırmızı kərpiclə damısı. Başlayın bir qədər, baxın buradan. Diqqət eləyin. Hamısı qırmızı kərpiclərdir. Girəcəm evin içinə. Baxacam görüm evin içində nə var, nə yox. Belə evə daxil oldum. Çox təhlükəlidir. Yəni belə deyim artıq yerdəki hamısı çürüyüb. Bax, o vaxtdan qalma əşyalar qalıb burada. Belə qədim əşyalar da hamısı qalıb burada. Bura 3 otaq. Həmin otaqlardan biri. Yəni doğrudan çox təhlükəli dedim. Qorxur yəni nəsə buradan bir şey eləsin. Baxın buradan belə bir mənzərası. Möhtəşəm. Yəni gəldik buranı da gördük həqiqətən çox gözəldir. Həddən artıq gözəldir. Belə. Buranı çox az adam çəkib, yəni onu da sizə deyim. Cəmi 3-4 nəfər insan var. 5-ci də mənəm. Belə möhtəşəm həqiqətən. Biraz da kənd barəsində məlumat verim. Burada ermənilər yaşayıb bu vaxtı. 7-8 cəmi ev olub, yəni çox olub. Evlərə diqqət edin, hamısı dağılıb. Yaşayış yoxdur. 1-2 dənə evdən başqa. Yəni o vaxtı birinci necə olub? Burada ermənilər olub. Onlar gedib yerinə o Gürcüstandan belə deyim deportasiya Axıska türklər gəlib bura. Onlar yaşayıblar bu kənddə. Ən son olaraq isə Qarabağda belə deyim Laçın işğal olunanda Laçınlar olub burada. Onların burada məşq. Bax belə. Bu kənd gəzib bitirdik. Ben gəlmək istəyirdim həqiqətən bura və nəhayət bu günə qismət oldu. Gəldim, çıxdım. Yəni, çox gözəldir dostlar, həddən artıq gözəldir. Bir baxın buna, görün arxasına. Belə.